Təmir prosesinin bitməyinə az qalmış, sizlərə 2 mərtəbəli, 5 otaqlı, Masazır qəsəbəsində həm prospekt yola yaxın, 2 nömrəli məktəbin tam yaxınlığında qapısına qədər asfalt, həqiqətən də çox super təmirə sahib olan bir evimizin təqdimatını edirəm. Kifayət qədər geniş həyət yanı sahəsi var, dəyərli izləyicilərimiz. Darvaza hissəsini görə bilərsiniz. Baxın, burada söhbətgahı var. Tam olaraq üst hissəsi bağlanır. Kifayət qədər yerdən kürsüdə tikilmiş bir evdir. Aramsız yağışların yağmağına baxmayaraq, quru, hündür bir ərazidədir, dəyərli izləyicilərimiz. Keçdikdə yavaş-yavaş evimizin daxili təqdimatı izləyicilərimizə göstərək. Bax, seyf qapısı. Hər bir şey tam keyfiyyətli, tam ideal bir qaydada. Evimizin girişlərinin hissəsi kabel gördünüzsən, hər bir istipol təchizatı. Zəhmət olmasa burada kabel sistemini göstərir ki, hər biri, baxın, qalın şnurlardan istifadə olunur. Pləkanlarımız betonlandı. Bütünlüklə bir daha deyirəm, kabel gördünüzsən, hər bir istipoldur. Kifayət qədər ölçüsü geniş olan bir qonaq otağımız xallarında gizlin işlandırması olacaq və aboylarımız da hər biri alır, dəyərli izləyicilərimiz. İnşallah yekun planlama işləri qalır. Burada bir yataq otağımız, birinci mərtəbədə olan, kifayət qədər ölçüsü geniş olan bir mətbəx hissəmiz ki, eyni ilə mətbəx hissəmizdə istipol təchizatı və mətbəxdə də birbaşa evin arxa hissəsinə keçmək üçün ev sahibi tərəfindən yer buraxılır. Burada da paltar asmaq üçün məlumatlar yeri kimi istifadə edə bilərsiniz. Və son olaraq sizlərə birinci mərtəbəmizdə olan sanuzel hissəsini göstərir. Baxın, dəyərli izləyicilərimiz, burada birinci mərtəbəmizdə olan sanuzel hissəsi qalxaq evimizin ikinci mərtəbəsinə. Dəyərli izləyicilərimiz, ikinci mərtəbəmiz bütünlüklə monolit betondan ibarətdir və ikinci mərtəbəmizdə 2 sanuzel hissəsi var. Gəlin izləyicilərimizə bir yataq otaqlarının təqdimatını edək. Baxın, burada bir yataq otağımızı görə bilərsiniz. Pəncərəsinin qarşısı açıqdır və sanuzelində kimi var. Onu da göstərir zəhmət olması izləyicilərimizə. Və bütünlüklə boşa daş, ara kəsmələrə kimi daşlar var. Burada qardirob yeri izləyicilərimizə göstərək. Burada ikinci yataq otağı görə bilərsiniz. Sonuncu, üçüncü yataq otağı və son olaraq ikinci sanuzel hissəmiz. Və buradan da birbaşa eyvana keçid üçün yer, qarşı tərəflərə dəyərli izləyicilərimiz. Gördüyünüz kimi açıq və hündür bir ərazidir. Əlavə olaraq evlə bağlı kimin nə sual olsa səhifəmdə olan 070 447 17 14 nömrəsi əlaqə saxlaya bilərsiniz. Bizi izlədiyiniz üçün çox sağ olun.